Deməli, bu 20-ci sualda A-nın qiymətini sətr tipində 12.5 verib. Əgər sətr tipi olmasaydı, yəni sadəcə A bərabərdir 12.5 olsaydı, bunun tam hissəsini götürmək üçün biz A variantındakı kimi yaza bilərdik. Yəni sadəcə int yazsaq, onun tam hissəsini götürəcəkdik. Amma burada sətr tipindədir deyə biz sətr tipindən birbaşa int tipinə çevirə bilmirik. Ona görə cavab burada E variantıdır. Yəni birinci float tipinə çevirməliyik, daha sonra tam ədəd tipinə çevirmək lazımdır. 20-ci sualdan sonra deməli 21. 21-də deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, siyahı yaratmalıyıq. Bizə K dəyişəninin qiymətini verib, hello world. Daha sonra split bilirsiniz ki, siyahı yaratmaqdır. Join də nə üçündür? Deməli, boşluqların yerinə burada verilən simvolu yazmaq lazımdır. Ona görə burada boşluq sadəcə iki sözün arasında var. Cavab A variantı olacaq. Hello, sonra ulduz işarəsi, sonra da word. Yəni dediyim kimi split siyahı yaradır. Bu join-in əvvəlində yazılan simvol da həmin o boşluqların arasına yerləşdirilir. Cavab olur A variantı. Mən belə izah edirəm. Nəyisə başa düşməsəniz yenidən yazın. Səsinizi açın, birlikdə baxaq. 21-dən sonra nə yazılmışdı? 28. Deməli 28-də bu 120 bölək 240, yəni normal bölmədir. Bu 2-də 1 deməkdir. Bir dəqiqə. Yəni belə olur. 169. Bu 2 dənə ulduz hansı əməliyyatı yerinə yetirir? Yəni 2-də 1 0.5 də yaza bilərik. Yəni 120-ni 240-a normal formada bölən deyilir 0.5. Burada 2 ulduz nə üçün istifadə olunur? Yəni 169, 2 ulduz, bunun qiymətini də hesabladıq, elədi 0.5. 2 ulduz nə deməkdir? Aha, qüvvətə yüksəltmə, düzdür. Yəni 169-un qüvvətində 0.5 ya da 2-də 1, hər ikisi eynidir. Bu da kök altı ifadə demək. Yəni 169-dan biz kök alırıq. İndi sizdən soruşuram ki, burada cavab niyə B olur? Bunun izahını kimsə verə bilər? Yəni D variantı da ola bilər də. 169-dan kökdən 13 çıxır. Niyə 13 yox, 13.0-ı götürürük? Mehri müəllim, siz cavab vermək istəyirsiniz? Mikrofonunuzu açım. Yaxşı. Bir dəqiqə. Aha, indi aça bilərsiniz. Salam, müəllimə necəsiz? Yaxşıyam, siz necəsiniz? Sağ olun, çox sağ olun. Orxan müəllim o gün dedi ki, həmişə tamla götürəndə mütləq 0 tamı da götürürük. Onun kəsr hissəsi 0 tamı, yəni 13 tam, kəsr hissəsi 0 olanda belə onu 13 tam, onu belə 0 götürürük də, elə bil. Həmişə onu elə götürürük. O yadımda qalıb, ona görə B variantını qeyd eləmişəm. Hə, düzdür. Çünki kök altından tam ədəd çıxmaya da bilər. Məsələn, kök altında 17 yazsam, tutaq ki, 4.5 çıxacaq, tutaq ki. Ona görə kök altı ifadədə həmişə nöqtə sıfırı qeyd etmək lazımdır. 28-dən sonra zəhmət olmasa səhvlərinizi yenidən yazın, mesajlar geridə qaldı. 28-dən sonra 35. 35-ə baxaq, sonra 40-a. 34, 35, 40. Deməli, 34-də cavab B variantıdır. Çünki dediyim kimi split siyahı yaradır. Burada verilən ədədlərin, baxın, burada boşluq o deməkdir ki, boşluqdan bölür. Yəni, belə deyim, məsələn, başqa bir sual da var idi burada. Həmin o suala baxsaq deyərəm. Yəni, boşluq o deməkdir ki, sizə verilən sətirdə boşluqlardan bölərək siyahı yaradırsınız. Baxın, 1-dən 2-nin arası boşdur deyə 1-i ayrı yazır, 2-ni ayrı yazır. Yəni, hər bu boşluqdan
ayırarıq, siyahı yaradır. O da olur 1, 2, 3, 4, yəni B variantı. Məsələn, hansısa bir söz versə sizə, tutaq ki, məktəb söz verdi, splitin içində də ə yazdı. Bu zaman o demək olacaqdır ki, ə hərflərindən, yəni ə hərfinin olduğu yerlərdən bölüb o formada siyahı düzəldəcəkdir. Son 35. Deməli 35-də nə deyir? Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Deməli bir ədəd verir bizə. Daha sonra məsələn bir dənə 3 rəqəmli ədəd götürək. Bunu daha yaxşı başa düşəsiniz deyə rəqəmlə izah edirəm. Məsələn 152. İndi A-nın qiymətini hesablayanda E-ni 100-ə bölürəm də tam hissəni götürürəm. E-ni 100-ə böldükdə tam hissə neçə eləyir? 1. 1-i 10-a böləndə qalıq 1-dir. Daha sonra B-ni hesablayıram. E-ni 10-a bölüb tam hissəni götürür 15. 15-i 10-a böləndə qalıq neçə eləyir? 5. Daha sonra C-nin qiymətini tapmaq üçün E-ni 10-a bölür də qalığı yazır. Çünki bilirsiniz ki, faiz qalığı götürmək deməkdir. C-nin qiyməti olacaq 2. Baxın, 152 daxil etmişdik. 1, 5, 2. Yəni, daxil edilmiş 3 rəqəmlərin cəmi etmir, sayını çap etmir. Aha, 3 rəqəmli ədədin rəqəmlərinin arasında boşluq olmaqla çap edir. Baxın, print A, B, C-ni çap eləyəcək, yəni 1-i, 5-i və 2-ni. Cavab C variantıdır. Aha, 35-dən sonra 40. 40-ı yaza bilən var. Yaza bilən varsa əl qaldırsın, baxım. Kim yazıb? 40 nömrəli sual. Əl qaldıran yoxdur. Heç kim yazmayıb. Yaxşı, onda izahını mən verim. Baxın, deməli 40 nömrəli sualda inəyi bir ipə bağlayıblar və inək ancaq bu ipə uyğun hərəkət eləyə bilər və bizdən inək ən çox nə qədər ərazidə otlaya bilər, bunu soruşur. Baxın, inəyi buradan bağlayıblar. Bir dənə rəngli qələmlə yazdım. İnəyi burada bağlayıblar və inək bu istiqamətdə hərəkət eləyə bilir. Oxu bu nədir? İpin uzunluğunu bizə göstərib. Baxın, bu inək ancaq dairəvi formada bu ip istiqamətində hərəkət eləyə biləcək. Yəni, tutaq ki, belə getsə, yenə ip uzunluğunda bura qədər, bura qədər, bura qədər, belə, bu formada. Yəni, bir dairə formasında belə, ancaq bu istiqamətdə hərəkət eləyə biləcək. Biz də həmin hissəni tapmaq üçün dairənin sahəsi necə hesablanır? S bərabərdir pi r kvadratından. Sadəcə burada belə bir şey var ki, bizdən bu kvadratın daxilində olanı soruşur da. Yəni, çünki bu kvadrat daxilində inək hərəkət eləyə bilər. Bu kvadrat da görürsünüz dairənin 4də 1 hissəsidir. Yəni, mən dairənin sahəsini tapdıqdan sonra onu böləcəm 4-ə. İndi variantlara baxsaq, A variantı deyil, çünki A variantında 20-ni 50-yə vurur. Yəni, bu kvadratın tərəflərinin bizə bir əhəmiyyəti yoxdur. Bir dəqiqə, belə göstərim, bunu silək. A variantı ona görə olmaz. A variantını çıxdıq. Baxın, B variantı, məsələn, Y variantı olmaz, çünki burada 2-yə bölüb. Belə də çox uzaqlaşdı, görünmür. Aha, ən yaxşısı. Deməli, A variantını çıxdıq. Y variantında 2-yə bölmədi deyə o deyil, çünki bizə 4-ə bölmək lazımdır. D variantında B variantına baxaq. B variantında hər şey uyğun gəlir. Yox, baxın, burada K-nı kvadrata yüksəldib. Görürsünüz, R vuraq, yəni radiusu vurub K-nın kvadratına. Bizə pi r kvadratı lazımdır. R kvadratı yüksəltməliyik. B variantı da deyil. D variantı da niyə deyil? D variantında da 4-ə bölmə yoxdur. Baxın, sadəcə indi pi əvəzinə K yazıblar. K vurulsun R kvadratı götürüblər. Amma bizə 4də 1 hissəsi lazım deyil, biz 4-ə bölməliyik. Baxın, həqiqətən də C variantı ödəyir.
Deməli, S bərabərdir pi vuraq R kvadratı bölək 4. Belə. Cavab da o çap olur. Cavabda da bu indi metr kvadrat nə deyə sorsanız, baxın bu dırnaq içində yazılıb. Yəni S-in qiyməti çap olacaq birinci, tutaq ki 16. Yanında da dırnaq içində biz demişdik ki, printdə əgər dırnaq içində yazılıbsa, onun özü çap olur. Yəni 16 metrin kvadratı. Bu da sahənin ölçü vahididir. Aha, 40-dan sonra hansı sualı yaza bilməyibsiniz ya da aydın deyil? Deyin, baxaq birlikdə. Aha, 11.1-dən başqa 42. Demək 42-də 2 çevrənin mərkəzinin koordinatları. Baxın, deməli, çevrənin koordinatları tapılır. X1 çıxaq x2-nin kvadratı, üstə gələk y1 çıxaq y2-nin kvadratı. İndi baxsaq, A variantında sadəcə x1-dən x2-ni çıxıb, sonra vurub y2 çıxaq y1-ə. Bu düz deyil, çünki ayrı-ayrılıqda kvadratlar olmalıdır. Bu düsturdur. Ona görə A variantı deyil. Sonra C variantını da eyni səbəbdən çıxırıq, çünki ortada vurma var. Daha sonra D variantında, baxın, D variantından Y variantında çıxırıq. Çünki niyə? Həmin bu düstur kök altındadır. Yəni, baxın, belədir. Kök altında x1 çıxaq x2-nin kvadratı. Üstə gələk y1 çıxaq y2-nin kvadratı. D variantında S hesapladıqdan sonra baxın S vuraq 2 yazıb. Bizə kök almaq lazım deyə D variantı lazım deyil. Y variantında S 2 dənə ulduz 2 yazıb. Bu qüvvətə yüksəltmək. Yəni S-in kvadratını tapacaq deyə bu da deyil. Amma baxın B variantında dediyim düstur əsasını hesablayıb. Daha sonra da S 2 ulduz 0,5. Yəni S-in qüvvətində 2-də 1, o da kök altı ifadədir. Gülnar müəllim, 42-ni başa düşmürsünüz. Bilirsiniz, bu düsturdur, riyaziyyatda olan bir düstur. İki çevrənin koordinatları verilibsə, onların mərkəzləri arasındakı məsafəni biz bu düsturdan tapırıq. Yəni, x1-dən x2 çıxıb kvadrata yüksəltməliyik. Üzərinə y1-dən y2-ni çıxıb kvadrata yəni bu ikisini toplamalıyıq da kök almalıyıq. Baxın, A variantında heç kvadrata yüksəltmə yoxdur. Aha, riyaziyyat düsturlarını da bilmək lazımdır. Bu 41-in, bu 42-dir, 41-ə baxaq. Deməli, burada bizdən nəyi soruşur? Birinci ədəd daxil edirik. Məsələn, hər hansı bir ədəd daxil edək. Olsun 1245. Daha sonra bunu sətr tipinə çevirir. Yəni, ayrı-ayrılıqda. Belə deyək də, kvadrat mötərizənin içində 1, sonra 2, 3 və 4. Bunu bu formada, yox, 3, 4 yox, qarışdırdım bir dəqiqə. 1, 2, 4, 5. 4 və 5. Yəni, sətr tipinə çevirdik. İndi S bərabərdir. Baxın, A 0-cı indeksidir. 0-cı indeksdə bilirsiniz ki, indeksləmə 0-dan başlayır. Baxın, 0-cı indeksin yerində hansı rəqəm durub? 1 rəqəm durub. Və qarşıda bunu ədəd tipinə çevirib. Yəni, 1 üstə gələk. Daha sonra burada len A yazılıb. Len funksiyası nəyi yerinə yetirirdi? A-nın uzunluğunu tapırdı. Deməli, biz A-nın uzunluğundan çıxmalıyıq 1-i. A-nın uzunluğu da 4-dür. Bilirsiniz ki, indeksləmə aparanda 0-dan indeksləyirik. Amma uzunluğu hesablayanda 1-dən saymaya başlayırıq. Yəni, 0-dan yox. 4-dən 1 çıxan eləyir 3. Baxın, 3. Yəni, biz A3-ün qiymətini ədəd tipində götürürük. Yəni, ədəd kimi götürürük, int tipində. İndi A3-ün yerində burada nə durub? Gəlin, baxaq. İndeks desəm 0, 1, 2, 3. Baxın, A3 sonuncu ədəddir. Yəni 5.
Burada da nə olur? 1 üstə gələk 5 bərabərdir 6. Deməli, mən burada nəyi hesabladım? Daxil edilən ədədin birinci və sonuncu rəqəmlərinin cəmi. İndi baxaq hansı variantdır? B variantı. İlk və son rəqəmlərin cəmini çap edir. Vüsal müəllim, səsinizi aça bilirsiniz? Əgər aça bilirsinizsə, açın buna sizdən birlikdə baxaq. Axşamınız xeyir, ay müəllimə, nətərsiz? Yaxşıyam, siz necəsiniz? Sağ olun, yaxşı olasınız. Mən niyəsə heç anlaya bilmirəm. Deməli, rəqəm qoymaqdan baxaq ki, birlikdə daha rahat başa düşə biləsiniz. Birinci, bu yazılış nə deməkdir? Ədəd daxil etmək. Çünki input olduqda ədəd daxil edilir. Input daxil etməkdir müəllimə elə, int tam ədəd. Burada int yazıldığı üçün, yəni ədəd daxil edirik. Hər hansı bir ədəd deyin. Neçə Məsələn, rəqəm olmasına fərq yoxdur. 5. Yox, iki rəqəmdən çox olsun. 2 rəqəmlə çox olsun. Özünüz yazın da, nə bilim. Məsələn, 3400. Elə. Olsun. 57. İndi baxın, bu o deməkdir ki, biz bu A-nı sətr tipinə çeviririk. STR bilirsiniz ki, sətirdir. Sətirdir, onları Aha, bilin. sətr kimi gəlin burada yuxarıda yazım ki, daha rahat olsun. 3, 4, 5 və 7. Aha, bunu sətrə çevirdim. İndi keçək növbətiyə. Deyir ki, 0-cı indeks, baxın bu A0 nə deməkdir? 0-cı yerdə, 0-cı indeksdə duran ədəd deyək. Burada 0-cı indeksdə nə durur? Gəlin nömrələyək. Baxın, 0-cı indeks 1-ci, 2-ci və 3-cü. 3 durur. 3-dür. Baxın, burada 3 olmalıdır və qarşıda int yazıldığı üçün, baxın, burada sətr tipindədir. Amma int yazıldığı üçün mən bunu normal 3 kimi götürəcəm, yəni ədəd kimi götürəcəm. 3. Burada arada üstəgələk yazılıb. Yazıram 3 üstəgələk. İndi növbətini hesab. Baxın, len A, yəni len uzunluqdur. Burada A-nın uzunluğu neçədir? A-nın uzunluğu 3. A-nın uzunluğunu tapmaq üçün buradakıların hər birini sayırıq. 1-dən başlayarıq. 1-dən, 0-dan yox. Yox. İndeksləmə 0-dan da, amma uzunluğu tapanda 1-dən sayırıq. 4. Aha, 4. Baxın, burada 4 çıxaq 1-dir. Görürsünüz kvadrat mötərizənin içində. Yəni mən 4-dən 3. Yəni baxın, burada yox. Int A3-dür. Bir dəqiqə. Bunu daha sərgər yazdım. Siz bu Python-u həll etdikdə orada mötərizədir, kvadrat mötərizədir. Bunlara diqqət etmək lazımdır. Baxın, bu hissəyə diqqətli baxın. Baxın, bu hansı hissə həllin? Len A çıxaq 1 kvadrat mötərizənin içində yazılıb. Yəni burada biz A-nın indeksini tapdıq. Tapdım ki, 3-dür. Yəni int A3. A sətrində 3-cü indeksdə hansı rəqəm durur? A sətrində 3-cü indeksdə 7. Aha. Qarşıda da int olduğu üçün biz bunu ədəd kimi götürürük. Yəni 3 üstəgələk 7 bərabərdir 10. Burada da print, yəni 10 çapa gedəcək. İndi biz burada nəyi hesabladıq? Baxın, 3457 daxil etmişdim. 3-dən 7-ni topladım. Deməli, daxil edilən rəqəmin ilk və son rəqəmlərinin cəmini tapır. Aydındır. Aydındır. Tam da yox, amma yəni aydın oldu. Dediyim kimi, bu kvadrat mötərizələrə diqqət eləyərək həll eləsəniz. Bəlkə birində eləyək müəllimə birgə. Hansını məsələn? Hansı olsun? Səhvlərinizi yazın onda. Yazılan suala sizdən birlikdə baxarıq. 42. Bunu da bayaq izah etmişdik, amma yenə də izah edeyim. Deməli, iki çevrə arasındakı, mərkəzlər arasındakı məsafəni kök altında x1 çıxaq x2-nin kvadratı. Üstəgələk y1 çıxaq y2-nin kvadratı. Bu formada tapılır.
Yəni düsturumuz budur. Deməli, cavab A variantı deyil. Çünki burada kvadrata yüksəltmə yazılmayıb. Sadəcə çıxıb bir-birinə vurub. Sonra D variantı da deyil. Eyni səbəbdən. Burada da sadəcə bir-birinə vurub. D-dən Y variantında da baxın burada S-i 2-yə vurub. Burada da S-i kvadrata yüksəldib. Amma biz kök almalıyıq. Yəni x1-dən x2-ni çıxıb. Baxın B variantındakı. x1-dən x2-ni çıxdım, kvadrata yüksəltdim. Üstə gələk, y1 çıxı y2-nin kvadratı. Daha sonra mən bu cəmdən kök almalıyam. S-in qüvvətində 2-də 1. Bu da kök almaq deməkdir. Aha, bax 47-yə. Məmmə 45-ə baxaq, sıra 47-də zəhmət olmasa olar. Aha, olar. Hə, bax bunlar A12, B15. Print A12 onda üstə gələk. 15. Ortadakı nədir? Mənimsətmə yoxsa? Printin qarşısında əgər dırnaq içində yazırıqsa biz, onun özü çap olur. Yəni baxın bu üstə gələkdir, B hərfidir, bərabərdir. Sonra budur və budur. Bunlar olduğu kimi çap olur. Gəlin də ardıcıl formada gedək. Baxın, burada Bəli. sadəcə yazılıb. Yəni dırnaq içində deyil. Ona görə mən A-nın qiymətini çap eləyəcəm. A-nın qiyməti nədir? A-nın qiyməti Aha. 12. Yazıram 12 üstə gələk. Bəli. B-nin qiyməti Yox, bir dəqiqə. hə, A-dan sonra nə yazılıb? Baxın, dırnaq içində üstə gələk. Yəni mən burada üstə gələyin özünü çapa verirəm. Dırnaq içindədir deyə. Son B hərfi də dırnaq içindədir deyə mən burada B yazıram. Yəni dırnaqsız olsaydı, dırnaq olmasaydı 15 Bəli. yazacaqdım qiymətini. Amma dırnaq içində nə yazılıbsa o çapa gedir. Sonra Bəli. bərabər işarəsi də dırnaq içindədir, yazıram bərabərdir. Baxın, indi burada A üstə gələk B yazılıb. Sizcə çapa nə gedəcək? Çapa 12 üstə gələk 15. Aha, düzdür, 27. Çünki dırnaq içində deyil. Dırnaq içində deyilsə Bəli. mən hesablayıb cavabı çap edirəm. 27. Daha sonra dırnaq içində adı, yəni A-nın özü çap olacaq. B-nin özü çap olacaq. Bəli. Cavab Onda da hansı? olur D variantı. B variantı. Hə, müəllimə, hə. Hə, bu başa düşdüm. Sağ olun, Yəni Allah baxaq razı olsun. xoşdur. Baxaq 47-yə. Deməli burada qiymət mənimsətmək var. Ona görə ardıcıl formada baxırıq. Deməli 3A-nın qiyməti bərabərdir sətr tipində ABC-yə. ABC-nin qiyməti bərabərdir sətr tipində 3 dənə A-ya. Baxın, deməli burada sətr tipində 3 dənə A-ya. Aha. Və 3 dənə A-nın qiyməti bizdə nədir burada? Birinci sətirdə nə verilib 3 dənə A-nın qiyməti? ABC. Deməli, mən burada gəlib 3 dənə A-nın yerinə yazacağam ABC. Baxın, qiymət mənimsətməkdir bu. Ədədlərdən veriləndə rahat olur. Belə biraz qarışdırmış ola bilərsiniz, amma baxın, 3 dənə A-nın qiymətinə verib sətr tipində ABC. İndi ikinci sətirdə də yazıb ABC bərabərdir sətr tipində A. Yəni A-nın qiyməti nə idisə mən onu yazacağam burada. Deməli yazdıq. İndi keçirik 3-cü sətrə. 3-cü sətirdə 3 dənə x bərabərdir 3A-ya. Yenə 3 dənə A-nın qiyməti bizdə nədir? Sətr tipində ABC. Yazıram ABC. ABC-nin qiyməti də x-a bərabər, 3 dənə x-a bərabər. 3 dənə x-in qiyməti də yenə ABC-yə bərabər olduğu üçün bunun qiyməti də bərabər olur ABC-yə. Qiymətləri mənimsətdik. İndi bizdən çapa nəyin getməsini istəyir? ABC-nin. ABC-nin qiymətinin nəyə bərabər olduğunu tapdıq? ABC-yə. Deməli yazıram ABC. 3 dənə A-nın qiyməti nəyə bərabərdir? Birincidə bizə özü verib. ABC-yə və bu 3 dənə x dırnaq içində yazıldığı üçün bunun birbaşa özü çapa gedəcək.
Dırnaqsız yazılsaydı qiymətini çapa verərdik. Amma dırnaqda deyə nə yazılıbsa o çapa gedir. Yəni cavab ABC, ABC 3 dənə X. Aydındır. Yəni bu biraz qarışıq gələ bilər, amma dediyim kimi sadəcə qiymət mənimsətməkdir. Yəni 3 dənə A-nın qiyməti nə idi? Mənə birinci sətirdə verib. Deməli mən bu 3 dənə A-nın yerinə gəlib bu qiyməti yaza bilirəm. Belə olduqda da ABC-nin qiyməti yenə avtomatik ABC-yə bərabər olur. Qırx səkkiz. Qırx səkkizinci sual 2-lə bir yerdə yazaq. Mikrofonu aça bilən varsa əl qaldırsın, birlikdə baxaq. Heç kim mikrofon aça bilmir. Gülistan müəllim. Sizdən baxaq birlikdə. Deməli, burada əl qaldırmaq olur. Zəhmət olmasa oradan əl qaldırın ki, mən mesaj bölməsindən tam görə bilmirəm. Deməli, mən yazanlardan Leyla Bağırova. Aha. Leyla müəllim, açın səsinizi, baxaq birlikdə. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. 48-də deməli print B-nin çapa verəcəkdir, B-nin özünü verəcəkdir. Amma deməli, B minus sadəcə A. B yazılıb deyə C çıxaq A çapa C gedir. çıxaq A. Ondan sonra A-nı da A üstə gələk dırnaqda A-dır. Yəni A, B çıxılsın C-dir, dırnaqda A-nı da onun bölündə yazacaq. Deməli, 2 indi dənə mən- A olacaq. Hə, yaxşı. Yəni C çıxaq A, sonra nə yazacağam? Dırnaqda A, bölündə, yanında. Bəs bu hissə nə üçündür? Hə, bağış, heç oraya baxmıram müəllimə. Deməli, vergüllərdə mən çaşdım. B-dən Aha. sonra vergülə baxacaq. Vergülün yerinə yazacaq A-B. Aha. Deməli, B-nin qiyməti çapa getdi C-A. Daha sonra burada Aha. ayrılır deyə yazırıq A-B. Aha. Aha, minus B. Sonra A-nın qiyməti çapa gedir. A-nın Bəli. qiyməti nədir? B minus C. Aha, B minus C. Yəni üstə gələk dırnaqsız D-ni yan-yana olacaqdır. Burada Bəli. da dırnaq, aha, Burada dırnaq A-nın özünü o yazır. demək, bəli, A-nın özü çapa gedir. Yəni Bəli. C çıxaq A çıxaq B, B çıxaq C, A. Cavab B variantıdır. Yəni belə olduqda biz boşluqların yerinə A minus B yazırıq. Burada da B-nin özü Onu çapa görmədim, bəli. çaşdım. Heç baxmadım o sefə. Hə, 48-dən sonra 49-u yazıbsınız. Yazmışıq. Yaxşı, onda 11.1-də səhvlər bitdisə, son dəfə soruşuram. 11.1-də kiminsə səhvi qaldısa baxaq, yoxdursa 11.3-ə keçək. 11.1-də Günlar müəllim 11.3 yazmayıbsınız. Deyəsən 11.1 bitib, çünki heç kim yazmır. Baxaq 11.3-ə. İndi 11.3-ü səhvlərinizi deyin, səhvlərinizə baxaq. Gülistan müəllim 49 11 hə, yaxşı 11.1-ə qayıdaq. Sənan müəllim, siz də yaza bilməyibsiniz, yoxsa vaxtınız olmayıb? Deməli 49-da deyir ki, Z-in 35 qiyməti çap olmalıdır. Buna görə X-in ala biləcəyi ən böyük 2 rəqəm nədədir? Tapın. Deməli mən birinci baxıram ki, məndə çapa nə gedir? Baxın, Z-in qiymətini necə tapıram? X-i Y-ə vururam.
Bu 35 etməlidir ki, çapa 35 getsin. Aydındır ki, hasili 35 eləyən sadəcə 7 vuraq 5 var. Yəni başqa heç bir iki rəqəmi bir-birinə vurduqda 35 etmir. İndi məndən x-in və x-dan y-in qiymətini necə tapıram? X-i 10-a böldükdə qalığı yazıram. Yəni son rəqəmini deyək. Y-i də 10-a böldükdə son rəqəmi yazıram. Yəni bunlar 7 və 5 etməlidir ki, mən bir-birinə vurum. İndi x-in ən böyük qiyməti deyirsə, mən x-in son rəqəmini 7 deyə götürüm. Çünki aydındır ki, ən böyük deyirsə, mən burada 7-ni götürməliyəm. Hansı ən böyük iki rəqəmli ədədir? Mən 10-a böldükdə qalıqda 7 qalar. 97. Deməli, x-in qiyməti 97 imiş. Mən onu 10-a böldüm, qalıqda 7 qaldı. Y-in qiyməti də hər hansısa 5-dən qutaran ədəddir. Məsələn, ən böyük desəydi, tutaq ki, 95 yenə. 95-i 10-a böləndə qalıqda 5-dir, 7 vuraq 5, 35. İndi baxaq 11.3-ə. İndi neyniyək? Sıradan gedək 11.3-ü. Əvvəllər asandır, gəlin baxaq onda. Deməli, birinci sualda deyir, x tam ədədi üçün 50-dən böyük olub 3-ə bölündüyünü hansı şərt ilə göstərmək olar? Deməli, həm 50-dən böyük olmalıdır, həm də 3-ə bölünməlidir. 3-ə bölünmə əlamətini necə yoxlayarıq? Biz x-i 3-ə faizdən böldükdə, faiz nə deməkdir? Qalıqdır. Qalıq 0-a bərabər olmalıdır. Və x 50-dən böyük olmalıdır. Cavab A variantıdır. Birinci sualda cavab A variantı. İkinci suala baxaq. X 30-dan böyük bərabərdir şərti ilə eyni olan məntiqi ifadəni tapın. Baxın, x 30-dan böyük bərabər olmalıdır. Yəni 30-a bərabər olacaq və ya 30-dan böyük olacaq. Və ya dediyim üçün bu ənd olanları çıxırıq. Y variantda vəbşə. Deməli, B-dəki bu bir dənə bərabər qiymət mənimsətməkdir. Biz x-in 30-a bərabər olmasını yoxlamaq üçün 2 dənə bərabər yazmalıyıq. Cavab C variantıdır. X ya 30-dan böyük olacaq, ya da x-ə bərabər olacaq. Üçüncü suala baxsaq. Deyir, əgər A 5-dən kiçikdirsə, bunu hesabla. Əks halda C-nin qiymətini tapmaq üçün A-dan 4 çıx. Yəni, üçüncü sualda else olmalıdır. Əks halda. Sonra hansı suala baxaq? Belə, yəni ardıcıl gedəndə də biraz qəribə oldu. 11.3-ü yazan var. Yazanların səhvlərinə baxaq. O səhvlərdən sonra böyük ehtimal vaxt qalacaq. Dərsimizin vaxtına hələ çox var. Onda yenidən baxarıq. 7-yə baxaq. Deməli, 7-ci sualda. Əgər 7 7-yə bərabərdirsə, baxın, 2 dənə bərabərliyi yoxlamaqdır. A çap olunacaq. Deməli, 7 7-yə bərabər olduğu üçün A-nı çapa veririk. İndi keçib digər ifə baxılır. 7 7.0-dan böyükdürmü? Yox. Ona görə B çap olmayacaq. Növbəti ifə baxırıq. Yəni, iflər eyni sətirdə olduğu üçün biri ödənməsə belə digərinə baxılır. 7 8-dən kiçikdirmi? Şərt ödənir. C çap olacaq. Baxıram bu ifə. 8 8-dən böyükdürmü? Yox. Yox olmadığı üçün, baxın, bu else bu ifdən eyni sətirdə durduğu üçün, yəni bu else bu ifə aiddir. Yəni, məsələn, bu ödənməsəydi, mən bura düşməyəcəkdim. Çünki ona aid deyil. Eyni sətirdə olduğu üçün, bu if ödənmədiyinə görə, bu printdə yazılan E çap olacaq. Yəni, A, C, bir də Y. Cavab B variantıdır. Aydın olmasa deyirsiniz, birlikdə baxarıq. 4 və 5. Hansında səhv yoxdur deyə soruşur. A variantı səhvdir, çünki burada 2 dənə nöqtə olmur. Sonra D variantı səhvdir, çünki if-dən else-in qarşısında 2 dənə nöqtə olmalıdır.
B variantı da səhvdir. Burada 2 nöqtə olmalıdır ifin qarşısında. C variantı tamamilə doğrudur. İndi baxaq 5-ci suala. Deyir, proqramın nəticəsini müəyyən edin. Deməli, birinci ifi yoxlayıram. Bu iç-içə ifdir deyə biri ödəndikdə digərinə baxılır. 7-nin qiyməti 3-dən böyükdürmü? Hə, böyükdür. Ona görə C variantında ifdən sonra nöqtə var. Baxın, buradadır. Ona görə düzdür. 5-ci sualda 7 3-dən böyükdür. Hə, böyükdür. Ona görə 3 çapa gedir. Daha sonra 7 5-dən kiçikdirmi? Yox. Belə olduqda bu elsə qayıtmırıq. Çünki baxın, bunlar eyni xətt deyil. Bu els hansına aiddir? Buna aiddir. Yəni mən sadəcə bu if ödənməsəydi, bu elsə düşəcəkdim. Bu elsin buna bir aidiyyəti olmadığı üçün proqram burada dayanır. Yəni sadəcə 3 çapa gedir. Cavab olur A variantı. Yəqin siz bu if ödənmədikdə bu 2-ni çap edibsiz. Amma dediyim kimi bu buna aid deyil. Els eyni düz xətt üzrə olan ifə aid olur. 4 5-dən sonra 10 11 12. Deməli, A B-yə bərabərdirmi? Baxıram, A 5-dir, B 7-dir. Yox, ödənmir. Ödənmədiyi üçün bu ifə keçmirik, çünki iç-içə dövrdür. Avtomatik elsə düşürəm, çünki baxın, eyni düz xətt üzrədir. Yəni, bu nə deməkdir? Bu if ödənməsə, mən iç-içə dövrə girə bilmərəm. Else hesablanır. Print B-dən C-nin cəmi. 7 üstə gələk 6, o da eləyir 13, C variantı. Bəli, burada if ödənmədiyi üçün iç-içə dövrdə növbəti ifə baxılmır. 11-ci sualda. Deməli, baxın, burada da nədir? 4 7-dən kiçikdir. Bəli, ödənir. 4 -7-dən böyükdür. Hər iki şərt ödənir deyə SQRT nədir? Kök çıxarmaq. Kök altında 4. Bunu da bayaq demişdik ki, buradan 2 yox, 2.0 çıxır. Çünki kök altı ifadədən həmişə tam ədəd çıxmır. Bayaq da dediyim kimi, məsələn, kök altında 5 olsaydı, yəni məsələn, t-nin qiymətini 5 versəydi, buradan məsələn 2 tam neçəsə çıxacaqdı. Ona görə biz kök altı ifadələri 2.0-dan götürürük. Sarı müəllim, hansı suala yenidən izah verim? 10-a yoxsa 11-ə? 10-a yaxşı. Qaydaq. Baxın, iç-içə dövr nə deməkdir? Görürsünüz, bu ifdən içəridə yerləşir. İç-içə dövrdə də biz həmin o dövrə girmək üçün bu birinci if ödənməlidir. Yəni, bu if ödənməsə, baxın, bu yazılanların heç bir əhəmiyyəti yoxdur. Çünki mən dövrün içinə daxil ola bilmirəm. İndi A-nın qiymətini bizə 5 verib, B-nin qiymətini 7 verib. 2 dənə bərabər də bərabərliyi yoxlayır. 5 7-yə bərabərdirmi? Yox, bərabər deyil. Avtomatik bu if ödənmədiyi üçün mən bu ifə aid olan elsə düşürəm. Baxın, bu ikisi görürsünüz, eyni xətt üzrədir. Yəni, bu if ödənməsə, mən bu elsə hesablamalıyam. Olur, B-dən C-nin cəmi 13. Əgər bu ödənsəydi, tutaq ki, məsələn, B-nin qiyməti də 5 olsaydı, mən ifə baxacaqdım. 5 5-ə bərabərdirmi? Hə, ödənir. Mən onda bu şərt dövrün içinə girəcəkdim. Gəlib bu ifi yoxlayacaqdım. Məsələn, A-nın qiyməti 5, C-nin qiyməti 6. 5 6-dan böyükdürmü? Yox. Baxın, bu yox ödənmədikdə mən bu elsə düşəcəkdim. Çünki niyə? Baxın, bu ikisi eyni düz xətt üzrədir. Yəni, bu if ödənmirsə, mən bu elsə düşüb bu elsə hesablamalıyam. 10, 11, baxaq 12. X
X-ın qiyməti truedur, yəni doğrudur. İndi baxın, burada bütün bu 3 ifin üçünə də baxılacaq. Çünki bir düz xətt üzrədir. Yəni bu iç hissə dövr deyil. Hə, bu ikinci hissə. Baxın, burada başdan başlayaq. Deməli, X trueya bərabərdirmi? Bəli, bərabərdir. Ona görə A gedir çapa. A çapı olacaq. Daha sonra bu yazılış o deməkdir ki, yəni x2 nöqtə o deməkdir ki, əgər x-in qiyməti doğrudursa, b-ni çap et. Yəni bu yazılış onu deməkdir. Əgər x-in qiyməti doğrudursa, b çapa gedəcək. Və mən də x-in qiyməti doğru olduğu üçün b-ni verirəm çapa. Sonra digər if-də x 50-yə bərabərdirmi? Yox. Bu ödənmədiyi üçün düşürəm bu elifə. X 50-dən böyükdürmü? Yox. Bu elif ödənmədiyi üçün düşürəm elsə. Print Y, bir də F. Bu ikisi də çap olacaq. Deməli, cavab D variantı. Hə, burada sadəcə bu ikinci sətirdə qarışdırırlar. Dediyim kimi, x2 nöqtə o deməkdir ki, əgər x doğrudursa çapa getsin və x da doğrudur. Aha, başqa yaza bilmədiyiniz, başa düşmədiyiniz, deyin baxaq. Yazan müəllimlərin səhvinə baxaq, bitirək. Sonra istəsələr onlar çıxsın, geriyə qalan yazmayan müəllimlərdən bütün suallara baxarıq. Deməli, 17-yə baxaq, sonra 13-ə qayıdarıq. 17-ci sualda, baxın, böyük ehtimal siz, deməli, baxaq. A-nın qiyməti 49-dur, B 25-dir. 49 25-dən böyükdür deyə, siz bunu hesablayıb, A-nın qiyməti 49. Yəqin ki, cavabı A götürübsünüz, amma belə baxdıqda cavab A-da yox, 7.0 olmalı idi. Amma burada cavab elə deyil. Çünki niyə? Düzdür, biz bunu hesablayırıq, yəni şərt ödəyir. If 49 25-dən böyük deyə mən y-in qiymətini burada tapıram ki, 7.0-dır. Amma mənə y-in sonuncu qiyməti lazımdır. Baxın, bu ikisi, bu y-dən bu f eyni xətt üzrədir deyə, mən sonda gəlib bu y-i də hesablayacağam. Yəni, bu arada nə qədər hesablama olur olsun, mən onların heç birinə baxmıram. Sadəcə sonda gəlib bunu hesablayıram. SQRT B, B-nin qiyməti neçədir? 25, yəni kök altında 25. Bundan da 5.0 çıxır. Dediyim kimi, bu if-dən bu eyni düz xətt üzrədir deyə. Yəni, siz bunu da hesablayırsınız, bu səhv deyil. Burada y-ə 7.0 tapılır. Sadəcə olaraq bütün bunlardan sonra mən yenidən ən sonda y-in qiymətini hesablayıram. Ona görə cavab olacaq 5.0 B variantı. 5 yox, 5.0, çünki dediyimiz kimi kök 6 ifadədən mənfi çıxa bilər. Mənfi yox, kəsrədə çıxa bilər. 13. Deməli, birinci baxırıq, K-nın qiyməti 4-dür. Birinci ifə baxaq. 4 2-dən, yəni 4 2-yə bərabərdirmi? Yox, bərabər deyil. Ona görə bu pis sözü çap olmayacaq. Sonra baxıram, 4 3-dən kiçik bərabərdirmi? Yox. Sözü çapa gedir. Yəni, digər elifə baxmağa ehtiyac olmur. Əgər bu şərt ödənməsəydi, mən bu elifə düşsəydim və bu elif də ödənməsəydi, mən elisə onda baxacaqdım. Yəni, mən bu əks halda olan ehtimalına ancaq bu elif ödənməsə baxacaqdım. Digər eliflərin bu elisə bir əlaqəsi yoxdur. Amma bu üçüncü sətirdə 4 kiçik bərabər 4 ödəndiyi üçün burada sadəcə yaxşı çapa gedəcək. Cavab olacaq D variantı. Aha, başqa səhvlərinizi deyin, baxaq. Olar.
Bir də səsinizi açım. Lamiyə Musayeva. Axşamınız xeyir müəlliməm. Hər vaxtınız xeyir. Necəsiz? Yaxşı olasınız inşallah. Əksəm sizəcəksiniz. Yaxşıyam, Allah köməyiniz olsun. Müəlliməm, siz burada başa düşmədiyim nədir? Bax, tutaq ki, Nədir? indi birinci elifdə şərt ödənmədi, düzdür? Keçə bildik növbətiyə. İndi Aha. birincidə şərt ödənsəydi, biz ikinciyə keçməyəcəkdik. Yox. Hə, elifdə onda birinci dəfə şərt ödənirsə, artıq istəyir 100 dənə elif gəlsin, biz onların heç birinə baxmayacağıq. Bəli. Məsələn, K-nın Hə. qiyməti 3 olsaydı, tutaq ki, birinci if Hə. ödəmir, burada 3 kiçik bərabərdir, 3 ödəyir deyə kafi çapa gedəcək, digərlərinə baxmayacaqdıq. Hə, anladım. Deyirəm, ay Allah, bunu niyə qarışdırdım. Çox sağ olun, Allah köməyiniz olsun. Xoşdur. İndi baxaq hansı suala 30. Sən 22-yə baxaq, sonra qayıdaq 30-a. Deməli, 22-ci sualdır. Gəlin bu proqramı oxuyaq, mahiyyətini başa düşməyə çalışaq. Birinci bir ədəd daxil edir. Baxın, int. Ədəd daxil etdik. Daha sonra həmin bu ədədi sətr tipinə çevirir. Yəni, məsələn, mən 123 daxil etmişəmsə, bunların hər birinə ayrı-ayrılıqda baxırda bir sətr yaradır. Yəni, 1, 2, 3 sətr yaradır. Daha sonra K-nın qiyməti nəyə bərabərdir? Count bilirsiniz ki, saymaqdır. Mötərizənin içində 1 verilib deyə, yəni birlərin sayıdır. M-in qiyməti nəyə bərabərdir? Sıfırların sayına bərabərdir. İndi deyir, əgər K-dan M-in cəmi, yəni sıfırların sayı ilə birlərin sayının cəmi A-nın uzunluğuna bərabərdirsə, çünki len bilirsiniz ki, uzunluqdur. Yes çapa gedir, əks ehtimalda no çapa gedir. Bu nə deməkdir? Əgər sıfırdan birlərin cəmi həmin ədədin uzunluğuna bərabərdirsə, demək bu ikilik ədəddir. Baxın, bir dənə nümunə göstərim sizə. Məsələn, mən bunu daxil etdim. İndi ikinci sətr tipində bunları ayrı-ayrılıqda bir sətr yaradacaq. 1, 0, 1, 0, 1. Dırnaq içində. Dırnaq içində bu rəqəmləri ayrı-ayrılıqda sətr yaratdım. İndi K-nın qiyməti nəyə bərabər olacaq? Birlərin sayına neçə dənə 1 var? 3 dənə 1 var. M-in qiyməti nəyə bərabər olacaq? Sıfırların sayına 2 dənə 0 var. Və bu A-nın uzunluğu neçədir? Uzunluğu demişdim ki, 1-dən başlayaraq hesablayırıq, yəni 0-dan yox. Neçə dənə burada ədəd var? 5 dənə. Uzunluq da olur 5. Yəni len bərabərdir 5-ə. İndi deyir, əgər M ilə K-nın cəmi 3-dən 2-nin cəmi bərabərdirmi bu uzunluğa? O zaman çap olunur. Görürsünüz, bu ikilik ədəddir. Deməli, ikilik say sistemində mövcud olub olmadığını yoxlayır. Əks halda da no çap olacaqdır. Yəni, bu ikilik ədəd deyil də, burada başqa rəqəmlərdən də istifadə olunur. 22-dən sonra. Aha, if olanda baxılır. Yəni, eyni sətr üzrədirsə, if-ə baxılır. Deməli, 30-cu sual. Yaxşı, 23-ə baxaq, sonra 30. Deməli, yenə birinci biz baxaq burada nəyə? Proqram nə demək istəyir? Deməli, birincidə mən bir ədəd daxil edirəm. Input bilirsiniz ki, qarşı tərəfin daxil etməsidir. Int də ədəd tipində daxil etmədir. Aha, olar. Pakizə müəllim, sizin səsinizi açıram, birlikdə baxaq. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Gəlin bu Necəsiz? proqramı siz deyin. Yaxşıyam, sağ olun, siz yaxşılasınız. Belə özüm açdım ki, səsi belə olanda biraz karxıram mən proqramda. Normal qiymət verəndə yaza bilirəm. Dedim sizlə işləyim, bəlkə yadımda qala. Aha. Aha, burada deməli A-ya tam ədəd mənimsətmək lazımdır da, int tipi.
Yəni Bəli. ədəd daxil etməliyik də inputa görə. Məsələn, hər hansı bir ədəd olsun da, eləmi? Aha, Məsələn, 123 ədədi ola bilər. ola bilər. İndi ikinci sətr nədir? Burada J sətr tipinə çevirir. Olacaq 1, dırnaqda 2, 3. Bəli, Eləmi? Aha, sonra düzdür. K-ya deməli 0-cı indeksdə 0-dan başlayırıq nömrələməyə. 0, 1, Bəli. 2 Aha, olacaq 1. bəli. Baxın, K bərabər A0. Yəni A-da 0-cı indeksdə duran verilənə bərabərdir. Burada da Bəli. indeksləmə 0-dan aparılır. Bir dəqiqə yazım. Ben 0, 1, 1, 2. A0 da deməli 1-dir deyə K-nın qiyməti 1-dir. Aha. İndi bizdə şərtdə deyir ki, sayını soruşur da, K-nın sayını. Aha. Deyir əgər A count 1, K, yəni K nə idi? 1-dir. Deyir əgər 1-in sayı A-nın Len A-ya uzunluğuna bərabər. bərabərdirsə, len A nəyə bərabərdir burada? 3-ə. Aha, 1 3-ə bərabər deyil. bəli. Onda Not. keçirik print no deməli çap olunacaq. İndi baxın, mən tutaq ki, bir dəqiqə. 123 yox da. Məsələn 111 çapa vermişdim. Yəni 111 daxil etmişdim. Hı. Burada K-nın qiyməti bərabərdir. Yenə bayaqki kimi. 0-cı yerdə hansı indeksdə nə durub? 1 rəqəm. K-nın qiyməti 1-dir. Hı -hı. İndi deyir, əgər K-nın sayı A count K 1-dən neçədə nədir burada? 3-də. Aha. 3 bərabərdirmi bunun uzunluğuna? Bəli, 3-ə bərabər. O zaman yes çap olur. Deməli burada Hı -hı. nəyi hesablayır? Bütün rəqəmlərin eyni olub olmadığını. Hmm. Biz indi Baxın, nə bilək ki, 1 verək ona həmişə, yoxsa ədəd verəndə. yox, bilirsiniz necə? Baxın, deməli 0-cı indeksdə duran K-dır. Daha sonra sizə deyir ki, K-nın sayını tapın. Hə, mən say demədim, Əgər burada deyəsən səhv dedim. K-nın sayını tapırıq. 1 Count dedim, K-nın sayı. Hə də K-nın sayı 3 qoyub. Elə burada da 1, 2, 3 olanda 3 olacaq da. Hə, yox. nəzərimizdə. Bir dəqiqə baxın. K-nın qiyməti 1-dir. Buna əsasən. Çünki 0-cı indeksdə 1 durur. Bəs Yox, count yuxarıda o demək ki, şərtdə. necə? Şərtdə necə sayını götürmürük? Count K. Aha, sayını. Hı -hı. Baxın, K-nın qiymətini əvvəlcə burada tapdıq ki, 1-dir. İndi deyir, Bəli. 1-in sayını tap. Burada neçə dənə 1 var? Bir dənə idi də. Hə, o düz gəlmir. 1 dənə 1-dir. 1 3-ə bərabər deyil deyə, deməli bunun rəqəmləri eyni ədəd deyil də. Amma mən Bəli. hamısını eyni rəqəm götürsəm, məsələn, olsun 4444. Bəli, bəli. Bir tipinə çevirdim. K-nın qiyməti 0-cı indeksdə duran olacaq. 0-cı indeksdə 4 durur. Hı -hı. Tapdım. Baxın, burada 4-dür. İndi Bəli, mənə bəli. deyir ki, əgər count, yəni 4-ün sayı, neçə dənə 4 var burada? 4 dənə. Aha, 4 dənə 4 var. 4, 4. Bərabərdirmi bunun uzunluğuna? Bərabərdir. Deməli, yes çap olur. Yəni bütün rəqəmlər eyni. Bəli, bəli, başa düşdüm. Çox sağ olun. Siz də sağ olun. 23-dən sonra. Otuz. Hə, deməli bunu hesablamaq lazımdır. Deməli bizə A-nın qiymətini sətr tipində verib. Hello World. İndi ikinci sətrə baxıram. Deyir, əgər A.count boşluq. Yəni boşluğun sayı 0-dan böyükdürmü? Birinci buna baxaq. Məndə neçə dənə boşluq var? Sadəcə bir dənə. Yəni iki sözün arasında bir dənə boşluq var. 1 0-dan böyükdürmü? Böyükdür. Ona görə mən girib, baxın, bunu hesablayıram. Replace funksiyası nəyi yerinə yetirirdi? Replace. Yaza bilərsiniz. Sətr üzrə hansı əməliyyatı yerinə yetirir? Aha,
Əlavə edir, yox, əvəz edir desək daha doğrudur. Yəni A bərabərdir A replace boşluğun yerini, yəni birinci yerdə duranı, belə deyək, S1-i S2 ilə əvəz edir. Yəni birinci yerdə duranın yerinə bu ikinci yerdə duranı yazır. Məndə də bir boşluq var deyə sadəcə baxın bura altdan xətt əlavə olunacaq. İndi keçirəm növbəti ifə. Deyir, əgər A.count A2 yazılıb, yəni ikinci indeksdə duran ədədi soruşur bizdən. Count. İkinci indeksdə duranın sayını soruşur. Baxın, A2-də nə durur? Sayaq. 0, 1, 2. L hərfi durur. İndi bizdən bu L hərfinin sayını soruşur. Bizdə neçə dənə L hərfi var? 3 dənə. Hello sözündə 2 dənə, word sözündə 1 dənə. 3 birdən böyükdürmü? Böyükdür. Deməli, bu hissəyə də baxmalıyam və belə olduqda 2 ifin ikisi də ödəndiyi üçün bu else baxılmır. İndi baxıram, replace yenə əvəz etməkdir. Nəyi əvəz edirik? İkinci indeksdə duran ədədi, ikinci indeksdə duran, yəni nə durursa, bu neyinirdir? Böyüdürdür. Yəni həmin hərfi biz böyüdürük. İndi baxıram ki, ikinci indeksdə nə durur? Burada yazmışdıq L hərfi. Deməli, mən bütün L hərflərini böyüdəcəm. Cavab da olur A variantı. Deməli, altdan xətt əlavə olunur, bir də L hərfləri böyüyür. Bu sualları yazanda, belə deyim, birinci proqramın nə demək istədiyini başa düşməyə çalışın. Yəni, sətr-sətr mənim kimi belə oxuya-oxuya gedin, onda həll etmək daha rahatdır. Baxaq 29-a. Deməli, əgər A birinci indeksdə duran ədəddən kök alacam və tam ədəd formasında. Yəni, kəsr ədəd çıxsa belə onun tam hissəsini götürəcəm. Yəni, gəlin birinci bunları indeksləyək. İndeksləyəndə 0-dan başlayırdıq. 0, 1, 2, 3. İndi mənə A birinci indeksdə duran ədəd lazımdır. A birinci yerdə nə durub? 200. 200-dən kök altında nə çıxır? Baxın, 200, 2 dənə oldu 0.5. Bu kök altı deməkdir. Təxminən 14 tam neçəsə çıxır və burada int dediyi üçün mən bunu 14 kimi götürəcəm. Yəni 14, burada kiçikdir işarəsi. 14 kiçikdirmi? İndi gəlin bunu hesablayaq. İkinci yerdə duran, ikinci yerdə nə durur? 300. 300-dən mən bu səfər 3-cü dərəcədən kök alıram. Deməli, 3-cü dərəcədən kök alsaq neçə çıxar? 36 desək 49. 49-u 7-yə vursaq 63. 7 yox, 6 tam neçəsə çıxır. Qarşıda int yazıldığı üçün mən onu 6 götürəcəm. 14 6-dan kiçikdirmi? Yəni, baxın, mən bu sətri həll elədim. Belə tapdım ki, if, yəni əgər 14 6-dan kiçikdirsə bunu hesabla. Amma məndə şərt ödənmədiyi üçün bu else keçirəm. İndi görək bu else-də nə deyir? A1, yəni A1-in cavabı bərabərdir. A3-cü yerdə duran, A3-də nə durur? A3-də 250. 250-dən kök altında təxminən neçə çıxır? Deməli, 15-in kvadratı 225-dir. Elə 15 tam neçəsə çıxır? Qarşıda da int yazıldığı üçün biz bunu 15 kimi götürdük. Print A birinci indeks. Baxın, A1 bərabər oldu 15-ə. Çapa da 15 gedir. Cavab olur A variantı. Deməli, 3-də 1 nə deməkdir? Buradan yazın. Baxın, məsələn, 25, 2 dənə ulduz, 2-də 1 olsa, ya 2-də 1, ya da 0,5, yəni bu ikisinin də qiyməti eynidir. Bu kök altı deməkdir, ikinci dərəcədən. Amma 3-də 1 yazılanda, baxın, bu formada yazılmaq 3-cü dərəcədən kök almaqdır. Yəni, belə deyək, məsələn, 3-cü dərəcədən 27-dən çıxır 3. Ya da 3-cü dərəcə 64-dən çıxır 4.
Yəni mən 4-ü kuba yüksəldəndə 64 eləyir. Testi anlamadınız? Baxın, həqiqətən də çətin deyil. İndi yenidən izah verəcəm. Sadəcə olaraq baxın, məsələn burada belə deyim, ardıcıl formada həll etmək lazımdır. Mötərizələrə diqqət eləyərək. Bu if-dən başlayıram. Baxın nə deyir? Deyir, əgər int, yəni int o deməkdir ki, mən bu mötərizənin içini həll eləyirəm. Baxın, mötərizə görürsüz, burada başlayır, burada bitir. Mən bu mötərizəni həll eləyib, alınan cavabın tam hissəsini götürəcəm. İndi bu mötərizəni həll eləyək, görək nədir? Baxın, bu nə deməkdir? Siz bu sualı həll etmək üçün bu yazılışın nə demək olduğunu bilməlisiniz. Bu yazılış da birinci indeksdə duran, birinci indeksdə nə durursa həmin o ədədi soruşur. İndeksləmə sıfırdan aparılır. Yazıram 0, 1, 2, 3. İndi A1-də nə durur? 200. Yazıram bunun yerinə 200. Bu yazılış nədir? 2 dənə ulduz qüvvətdir. 0,5 də, yəni 2-də 1-də kök 6 deməkdir. Yəni mən 200-dən kök almalıyam. Təxminən də 15 225 eləyir deyə, deməli 15-dən kiçik olmalıdır da. 14 tam neçəsə. Yəni baxın, bu mötərizənin ümumilikdə cavabı, yəni kök altında 200-dən təqribən məsələn 14,5 deyək tutaq ki, çıxır. Qarşıda da int yazıldığı üçün mən bunun tam hissəsini götürürəm, yəni 14-ü götürürəm. Deməli, baxın, mən bu hissəni hesapladım. Cavab alındı 14. Əgər 14, burada kiçik işarəsi var. Keçirəm növbətini hesaplamağa. Baxın, bunu da başqa rəqəm rəngdən yazım. Mən bu mötərizəni hesablayacağam. Bu mötərizənin qarşısında da int yazıldığı üçün həmin hissədə tam cavab, yəni tam götürəcəm. Əgər kəsr alınsa, int nə edir? Tam ədədə çevirir. Deməli, bu mötərizənin içini necə hesablayıram? İkinci indeksdə məndə nə durur? Baxın, burada yazmışam. İkinci indeksdə 300-dür. Deməli, yazıram 300. Yazıram 300. 2 dənə ulduz qüvvət deməkdir. 3-də 1 də dediyim kimi 3-cü dərəcədən kök almaq deməkdir. Yəni mən hansı rəqəmi 3 dəfə öz-özünə vursam 300-ə yaxın ədəd alınır. Bu da 6 eləyir. Çünki 7-nin kubu səhv etmirəmsə 343 eləyir. Bir dənə kalkulyatordan da baxım. 7-nin kubu 343-dür. Yəni təxminən 6 tam neçəsə çıxacaq. Qarşıda da int yazıldığı üçün mən bu 6 tam neçəni 6 kimi götürürəm. Baxın, həll elədim, tapdım. Deyir, əgər 14 kiçikdən 6-dırsa bunu hesabla. Şərt ödənmir deyə mən else keçirəm. Else-də nədir? A1-in qiyməti bərabərdir. Yəni mən birinci indeksdə duran ədədin qiymətinə yeni qiymət mənimsə edəcəm. Birinci indeksə yeni qiymət. Bunu da necə eləyirəm? Yenə baxın, bu mötərizəni hesablamalıyam. Qarşıda da int yazıldığı üçün tam hissəni götürəcəm. İndi 3-cü indeksdə nə durur? 250. 2 dənə ulduz qüvvət deməkdir. 0,5-də normal ikinci dərəcədən kök almaqdır. Deməli, 12-nin kvadratı 225 eləyir. 13-ün kvadratı, yox, çox... 13-ün kvadratı 169. Deməli, 250-dən kök altında təxminən neçə çıxır? Deməli, neçə ola bilər? 14-ün kvadratı... Yox, mən niyə 13-ə baxıram? 12-nin kvadratı 225, 15-in kvadratı 12, 244, 15-in kvadratı 225-dir, 16-ın kvadratı 256. Yəni, buradan təxminən 15 tam neçəsə çıxır. Qarşıda da int yazıldığı üçün mən bunun tam hissəsini götürəcəm. Cavab olacaq 15, A variantı. Bayaqdan 12-nin kvadratına 225 deyirəm, 12-nin kvadratı 144. Cavab olur A variantı. Başqa sualınız? Deyin, baxaq.
Siz də sağ olun. 31. Deməli 31-dən 1, 2, 3 daxil edilərsə ekranda hansı dəyərlər əks olunacaq? Deməli siyahı yaradırıq. Həmin o siyahını yazaq və 1, 2, 3 daxil edirik. Deməli siyahımız belə olur. 1. Bunu kim yazmaq istəyir? Mikrofon açın, birlikdə yazaq. Deməli belə bir siyahı yaranır. 1, 2 və 3. İndi bunu indidən indeksləmə aparaq, çünki bizə indeks lazımdır. İndeksləmə apardıqda sıfırdan başlayırıq. 0, 1, 2. Aha, indi görüm kim baxmaq istəyir. Leyla Bağırova, sizdən baxaq. Siz səhv etmirəmsə bugün heç səsinizi açmayıbsınız. Leyla mənim səsinizi aça bilərsiniz. Mənlə bayaq baxdıq, yenə də baxmaq istəyərəm. Yəni o baxaq. müəllimələr icazə verərsə. Baxaq. Deməli split siyahı yaratmaqdır. 1, 2, 3 daxil etmişdiksə 1, Aha. 2, 3 siyahı yaranır. Siyahını yaratdıq. Növbəti sətir. Sıfırıncı Burada nə elementi olacaq? götürürük. Yəni A1 bərabərdir 0, A1 bərabərdir 1-ə. Aha. A1-in qiyməti 0-cı indeksdə durana bərabərdir. 0-cı indeksdə də 1 durur. Aha. Yazdıq. A2 də bərabərdir. Birinci 2 durur. Hə, 2. A2 də A2 A2 bərabərdir 2. A2 də bərabərdir 2-yə. Amma baxın, burada deməli nəyə diqqət yetirmək lazımdır? Bir dəqiqə. A1 0-cı indeksdə durana bərabərdir. Yəni sətir tipində 1-ə bərabərdir. Baxın, sətir tipində. Amma A2 birinci indeksdə durana bərabərdir. Amma ədəd tipində. Yəni bura sadəcə 2 yazacağam. Dırnaq içində yox. Buna diqqət etmək lazımdır. Hə, doğrudur. A2 nəyə bərabərdir? O da sətr tipində Aha, 3-ə. sətir tipində 3-ə. Bəli. Qiymətləri tapdığımıza görə ifə keçə bilərik. Aha. Deməli A1 üstə gələk A3. Yəni bunlar da ədəd tipindədir. Bəli. A1 Baxın, 1-dir. normalda qarşıda int yazılmasaydı, A1 üstə gələk A3, baxın belə olacaqdı. Yan-yana 1-dən 3. Hə, doğru. Elə bu formada olur. Baxın, biz belə deyim. Ayrı-ayrılıqda A1-dən A3-ü intə çevirib toplamır ki, burada toplayır. Yəni A1 üstə gələk A3. Məndə A1-in qiyməti 1-dir, A3-ün qiyməti 3-dür. Daha sonra bunu intə çevirir. Yəni indi bu 13 oldu ədəd. 13-ü vururam 2-yə. 26. Böyükdür A2-nin kvadratı. A2 Dörd. bizdə onsuzda baxın ədəd idi. Aha. 2-nin kvadratı 4-dür. İndi 26 4-dən böyükdürmü? Böyükdür. Bu Böyük. şərt ödənir deyə keçirik bura. A1-in qiyməti nəyə bərabər olacaq? A1 2 dəfə 1 yazacaq 11-ə. Aha, düzdür. Çünki baxın A1-in qiyməti sətirdir deyə biz sətr tipində 2-yə vuranda mən 1-i 2-yə vurub 2 yazmıram. Yan-yana 2 dənə 1 hərfi yazıram. Sətr tipində belədir. Deməli A1-in qiyməti oldu 1, 1. Keçirəm növbəti. Növbəti ifdə nədir? Baxın Növbəti. Aha. 1 kimi götürürəm. Bir ədəd A1-in kimi. qiyməti sətr 1 idi. Qarşıda int var deyə normal 1 olur. 1 böyükdürmü? A2-nin kubundan. A2-də elə 2 idi. Yəni 2-nin kubu 8. 1 8-dən böyükdürmü? Yox, LC-yə keçirim. Aha. Deməli ES-ə keçirik. ES-də də A3-ün qiyməti bərabərdir. A3 vuraq 2-yə. Baxın A3-ün qiyməti də sətr tipindədir. O da Yəni 3 yazılır. 3, 3. Aha. Deməli çapa nə gedəcək? A1-in qiyməti, sonuncu qiyməti 1, 1. 1. Bu cavab A variantı qalır. A2-nin qiyməti. A2-nin qiyməti 6. A2-nin qiyməti 6 olmur axı. Görək burada nə isə.
Hə, yox. Hə, Siz hə, burada yox, nə yox. hesab etdik? Bir dəqiqə deyəcəm sizə. Biz A1-in qiymətini nə tapdıq? Hə, 1, 1. biz 11 1 götürməli. İndi 11-i biz burada A1-in qiyməti olaraq 11-i götürməliyik. Yəni Hə. gedib bu ilkin qiyməti götürmürük. Çünki bizdə A1-in qiyməti dəyişib. Hı. Deməli bu sətr olan 1-1-i 11 kimi götürürük. 11 böyükdürmü? 2-nin kubundan 8-dən. Hə, Hə. böyük. Ona görə burada mən A2-ni hesablayıram. A2 nəyə bərabər olacaq? 2 vuraq 3-ə, yəni 6-ya. Çünki A2 bizdə ən başda ədəd tipində idi. 2 3-ə vurdum 6. Deməli A1-in sonuncu qiyməti 1 1. A2-nin qiyməti 6, A3-ün də qiyməti elə olduğu kimi 3. Cavab A variantı. Aydındır? Bəli. Yəni həqiqətən Çox çətin sağ bir şey yoxdur. Sadəcə olaraq ardıcıl formada, diqqətli formada həll etmək lazımdır. Çox sağ olun müəllimə. Sualı, siz də sağ olun. Bu sualı istəsəniz dərsdən sonra yenə baxın. 31-dən sonra hansı suala baxaq? 31-dən sonra. Deməli, bizə sətr tipində belə bir dəyişən veriblər. Daha sonra A bərabərdir A replace. Replace nə idi? Bu birinci yerdə duranı mən ikinci ilə əvəz edirəm. Yəni mən bu da silmək deməkdir. Bütün ikiləri buradan silirəm. İkiləri sildikdə nə qalır? 3, 4, 5, 1, 3, 4. İndi deyir ki, əgər A-nın uzunluğu 4-dən böyükdürsə, yəni A-nın uzunluğuna baxaq. Demişdik ki, uzunluqda, bunu da sətr tipində yazdım. Bunların hər, belə dırnaq kimi yazdım. Uzunluğu tapdıqda 1-dən başlayaraq nömrələyirik, 0-dan yox. 1, 2, 3, 4, 5 və 6. Deyir, əgər uzunluq 4-dən böyükdürsə, düzdür, bu şərt ödəyir. Baxın, 6 4-dən böyükdürmü? Böyükdür. Buna yerinə yetirməliyəm. Bu yazılış da o deməkdir ki, mən burada verilənləri tərsindən düzürəm. Yəni, sondan əvvələ doğru yazıram. Gəlin yazaq. Deməli, 4, 3, 1, 5, 4, 3. Yəni, əvvəldən axıra qədər -1-dən, sondan doğruya yazıram. İndi keçirəm növbəti ifə. Deyir, uzunluq 4-dən kiçik bərabərdirmi? Uzunluğumuz yenə 6-dır da, çünki mən heç bir şey əlavə etmədim, nə də silmədim. Uzunluq 6-dır. 6 4-dən kiçik bərabər olmadığı üçün mən bu else düşürəm. Else-də də nə deyir? 0-cı indeksdə duranların hamısını 1-ci indeksdə duranlardan dəyişəcəm. İndi baxıram ki, burada 0-cı indeksdə nə durur? İndeksləməyə 0-dan başlayırıq. 0-cı indeksdə 4-dür. Bəs 1-ci indeksdə nədir? 1-ci indeksdə də 3-dür. Baxın, indeksləmə bu formada aparılır. 1, 2, 3, 4, 5. Aha. Deməli, mən bütün 4-ləri 3-lərdən əvəz etməliyəm. İndi yazıram. Baxın, bu sətirdə. Sonuncu sətrimiz budur. 4-ün yerinə yazdım 3. Digərləri olduğu kimi qalır. Bir də bu 4-ün yerinə yazdım 3. Cavab olur 33, 15, 33. Cavab A variantıdır. Sonra baxaq 33-ə. Deməli, baxın, burada A-nın deyir, əgər A böyükdürsə C-dən. Baxıram. 12 9-dan böyükdür, böyükdür. Birinci ödəyir. Amma ortada end olduğu üçün. Aha, buyurun. Mikrofonu açın, soruşun. Lamiyə müəllim.
Müəllimə, siz nəyə Bəli. başa düşdüm? Bu replace olanda mən elə bilirdim ki, elə birinci nədirsə onu dəyişmək lazımdır. Demək ki, hansı indeksi göstərir, həmin indeksdə hansı ədəddirsə, ümumilikdə həmin ədədləri dəyişdirir, hə? İndi məsələn orada Birinci birinci indeksdə 4-dür, birinci indeksdə 3. Bütün 4-lərin yerinə 3 yazılır. Hamısının yerinə. hamısını dəyişməlidir, hə? Yəni hamısı. Hə, ona görə o dəfə bundan əvvəlkini ona görə səhv yazmışdım. Hə, çox sağ olun müəllimə. Xoşdur. Deməli, birinci şərt ödəyir, amma and olduğu üçün ikisi də ödənməlidir. Yəni, B böyükdür C şərtinə də baxıram. 15 9-dan böyük olduğu üçün C-nin qiyməti 3 vahid artır. Yəni, C bərabərdir 9 üstə gələk 3. O da bərabərdir 12. Yəni, C-nin yeni qiyməti 12-dir. Mən bundan sonra 9-u götürməyəcəm. Növbəti ifə baxaq. A B-dən kiçikdirmi? 12 15-dən kiçikdir. Onda A-nın qiyməti 2 dəfə artır. Yəni 12-ni vururam 2-yə olur 24. Bundan sonra mən A-nı 24 deyə hesablayacağam. Əvvəlki qiyməti getdi. Əgər B C-dən böyükdürsə, B-nin qiyməti 15-dir. C-nin qiyməti də 12-dir. 15 12-dən böyükdürmü? Böyükdür. Deməli, mən A-nın qiymətini yenidən 2-yə vurmalıyam. 24-ü 2-yə vuranda 48. İndi ifə baxıram. A kiçikdirmi B-dən? A-nın sonuncu 48-dir. B-nin qiyməti hələ də 15-dir. 48 15-dən kiçik deyil deyə. Mən bu else baxmıram. Çünki bu else baxın bunundur. Bununla eyni xəttədir. Bu if ödənməsəydi baxacaqdım. Ona görə bundan sonra burada dayanır. Deməli, A-nın sonuncu qiyməti oldu 48. B-nin qiyməti ümumən dəyişmədi. 15 olaraq qaldı. C-nin sonuncu qiyməti də neçə idi? 12 idi. Deməli, bunları da topladıqda cavab eləyəcək 75 Y variantı. Aha, sonra 34-ə kimdən baxaq? Məsələn, burada Lamiyə mikrofonu heç açmayanlardan baxsaq yaxşı olardı. Hər səfərində eyni müəllimlərdir. Digərləri də aça bilsə yaxşı olar. Hə, Gülnar müəllim, sizdən baxaq. Bir dəqiqə. Aha. Hansına Bir baxaq? daha axşamınız xeyir 35 müəllim. hər vaxtınız xeyir. Hə, 34 eləməmişəm, amma asandır. belə Bunu istəyərəm eləmək. Deməli, A-mızın qiyməti verilib, B verilibdir, C. Burada ifi yoxlayırıq. 12 9-dan böyükdürmü? Böyükdür. Digəri Aha, bu 11 9-dan böyükdürmü? Böyükdürmü? Bu şərti ödədiyinə görə truedur. Yəni keçirik Tamam. C-nin qiymətini verməyə. 9, 9-un da üstünə 3 gəlirəm. C-nin yeni qiyməti oldu 12. Düz Aha. gedirəm müəllim. Bəli. Hə, indi ifə keçirək də. Burada Bəli. indi yenə şərtimizi yoxlayırıq. 12 deməli B-miz 15-dir. 12 15-dən böyükdürmü? Xeyr. Artıq mən keçirəm birinci ifin altındakı else-yə. Düzdür? Niyə? Yox, düz deyil. Baxın, Düz deyil. bu else sadəcə buna aiddir. Yəni bu if ödənməsəydi mən else keçəcəkdim. Hə, bax bunları qarışdırıram, yenə Bu qarışdırıram. if ödənmirsə, mən o else baxmıram. Bunu da qarışdırmamaq üçün dediyim kimi düz xətt formasında baxın. Else-dən yuxarı düz xətt çəkəndə bu if-dədir deyə ancaq o ödənməsə keçirəm. Yəni bu if ödənmirsə heç nə. Deməli qiymət budur. Adam Birbaşa B dəyişmir. printə Bəli. gedir. A, Hə, B, bu C zamana ikisini toplayıram. toplayırıq. 12 üstə gəl 15 B-miz, C-miz də 12 idi. Bəli. 39. Cavab olur Y variantı. Bunlar da çox güman ki, çoxlu işlədikcə adamın yadında qalacaq. Çünki iç-içə ifdir, Bəli. elsidir, elifdir. Onlar hamısı adam bir-birinə oxşadı. Oldu mənim, çox sağ olun. Siz də sağ olun. Eyni düz xətt olduqda olur. İndi 35-ə baxaq. Deməli, mənfi 100-dən müsbət 100-ə qədər tam ədədlər daxil edilir. Bizdən neçə dəfə hə sözünün çap olunacağını soruşur. İndi baxaq ki, nə zaman hə çap olunacaq burada.
Deməli, bizə bir k dəyişəni verib. K-nın qiyməti necə tapılır? Biz x-dan 15 çıxıb vururuq 25 çıxaq x-a. Və əgər k müsbət qiymət alsa, hərçap olacaq. Deməli, bu ifadənin müsbət qiymət alması üçün 2 dənə ehtimal mövcuddur. Vurma olduğu üçün ya hər iki tərəf mənfi qiymət almalıdır. Yəni mənfi bir-birinə vurduqda bilirsiniz ki, müsbət eləyir. Ya da hər iki tərəf müsbət qiymət almalıdır. Yəni bir tərəf, məsələn belə deyim, tutaq ki, 8 qiyməti versəm hərçap olmayacaq. Çünki 8-dən 15 çıxanda mənfi 7, 25-dən 8 çıxanda 17 eləyir. Mənfini müsbətə vurduqda cavab mənfi olduğu üçün dediyim kimi ya hər ikisi müsbət olmalıdır, ya mənfi. İndi baxaq görək hər ikisinin mənfi olduğu hal mövcuddurmu? Mənfi 100-dən 100 aralığında. Baxın, bu ikinci mötəzənin mənfi olması üçün 26-dan böyük qiymət almalıdır. Baxın, 25 də yox. 25 olsa 25 çıxaq 25 0 eləyir. Bu da şərti ödəmir. Çünki mənə böyük bərabərdir 0 demir. Sadəcə böyükdür deyir. Deməli, x 26-dan böyük qiymət alsa, bu tərəf mənfi olacaq. Elə 26-nı qoysam mənfi 1, 27 qoysam mənfi 2. Amma mən digər bərabərliyə baxdıqda, mən burada 26-dan yuxarı qiymət qoyduqda bura müsbət qiymət alır. Yəni bu iki mötəzənin eyni anda mənfi qiymət aldığı halı yoxdur. Ona görə mən hər ikisinin müsbət qiymət aldığı hallara baxmalıyam. Birinci mötəzə müsbət qiymət almaq üçün 16-dan böyük qiymətlər almalıdır. 16 da daxil olmaqdan. Çünki 15 qoysaq, dediyim kimi 0 olacaq, 0 şərti ödənmir. 16-dan böyük qiymət olmalıdır. Amma 24-ə qədər. Çünki niyə 24-ə qədər? Bu birinci mötəzədə 16-dan 100-ə qədər hamısı müsbət eləyir. Axı bu ikinci mötəzədə 25-dən yuxarı qiymətlərdə bu mənfidir. Yenə 25 daxil deyil. Çünki 25 olsa 0 olacaq. Bu şərtə ziddir. Ən sonuncu qiymət 24-dür. Yəni 16-dan 24-ə qədər ədədləri yazmaq mümkündür. Burada da neçə rəqəmin olduğunu tapmaq üçün, ədədin olduğunu tapmaq üçün. Böyükdən kiçiyə çıxıram və hər ikisi daxil olduğu üçün üzərinə 1 gəlirəm. O deyilir 9. Aydındır. Deməli, bu səhvəyə də baxaq. Deməli, birinci ifə baxın, bu iç-içə dövrdür. Yəni bu iki dənə ifə baxmaq üçün mənim birinci ifim ödənməlidir. Birinci ifə baxıram. A kiçikdirmi B-dən? 12 16-dan kiçikdir deyə C-nin qiymətini 2-yə vururam və növbəti ifə baxıram. C-nin qiymətini 2-yə vurduqda eləyir 28. Aha. B C-dən böyükdürmü? 16 28-dən böyükdürmü? Yox, böyük deyil. Buna kimdən birlikdə baxaq? Çoxlu if var, elif var, yəni else var. Hansına aiddir? Baxmaq istəyirsiniz? Bax, burada sadəcə Lamiyə yazılan Lamiyə müəllimdən baxaq. Musayevadan. Axşamınız xeyir müəllimə. Vaxtınız xeyir. Baxaq da müəllimə. Çox çətinmə gəlir mənim. Hə, yaxşı. Baxaq. Bunu da silim. Mən deyim, baxın görün, ardıcılığı düz deyirəm, yoxsa yox. Hə, siz deyin. Mən yazacağım Aha. burada. Bəli. Aha. Demək, birinci şərtdə deyir ki, A kiçikdir B-dən. A-mız 12-dir, B-miz də 16. Şərt ödənir. C-mizi 2 dəfə artırmalıyıq. C-də 14 olduğuna görə olur 28. Aha. İkinci şərtdə deyir ki, B böyükdürmü C-dən? C-miz yeni qiyməti 28 olduğuna görə 16 28-dən böyük deyil. Aha. Ödənmir. Bəli. Ödənmir. Ödənmədiyinə görə növbəti ifə keçirik. Düz deyirəm. Aha. Aha.
Sonra deyir A böyükdürsə B-dən. Ayımız 12-dir, B-imiz də neçə idi? 16. Aha, Düzdür, yox. Aha. düzdür, Ödənmədi. 12 16. Hı İndi -hı, biz o bu da ödənmədi. elsə baxırıqmı? Elsiyə müəllimə, o yuxarıdakı if ödənsəydi, ödənməsəydi Ödənmir, elsiyə bəli. baxacaqdıq. Amma bu ikisi bir düz xətt üzrədir. Deyə mən bu elsə Bəli. bunlar ödənmədikdə Aha. yox. Bir düz xətt üzrə olduğu if İfdəki ödənir. ödənmədikdə. Deməli bu elsə Aha, baxmırıq, bəli. keçirik növbəti ifə. Növbəti ifə. Aha. Deyirsə böyükdürmü A-dan? Seyimiz 28-dir, 28 Yox, də yox. 12-dən böyükdür. Yox, Hə. bu elsindir. Say. O aydındır, hə. A kiçikdirmi B-dən? Ödənir də şərt. Bəli. Deməli A-nın qiyməti 20 vahid artır. Bəli. O da olur 32. Yox, düzdür. Ayımız 12 idi, 20 də artır 32. Aha. İndi bu elsə baxılır. Xeyr. Bəli. Baxılır, elsə baxılır. İfin altında niyə? olduğuna görə baxılır. İfin altında da o elsə ona görə. Şərt ödəndi axı. Hə, ödəndi, ona görə baxılmır. Əks Yalnız halda printə baxılır. deməkdir. Yəni əgər bu şərt ödənmirsə, mən onda əks hala baxıram. Aydındır, bildim. Aha. Hələ Deməli, printə baxacağıq. bəli. Print olacaq A-nın A plus B plus ayımız 32. Üstünə B gələcək B 16. 16. Üstünə gələcəyimiz də 28. Aha. Aha. O deyilir 76 B variantı. Sağ olun müəllimə. Siz də sağ olun. Deməli 37-yə də baxaq. Bayaq Rəhim müəllim əl qaldırmışdı. Əgər səsinizi aça bilirsinizsə açın baxaq. Aram, axşamınız xeyir. Hər vaxtınız xeyir. 37-yə baxırıq müəllim. Bəli. Hə. Burada S-lə T-nin qiymətini tapmalıyıq da. S-in qiyməti məsələn 1, T-ninki 2. Aha, bəli, bu daxil edilənlərdə birinci S-in qiymətidir, ikinci də T-nin qiymətidir. Düzdür. İndi bizə deyir ki, neçə dəfə hə ifadəsi çap olunar? Biz birinci bu proqrama baxıb, nə zaman hə çap olduğunu, yəni nə zaman hə çap olur ona baxmalıyıq. Deməli, S ondan böyük olduqda, S-in qiyməti ondan böyük olanda, T-nin də qiyməti ondan böyük olsun. bəli, yəni hər ikisi ödənməlidir. Hə, hər iki şərt ödənməlidir, ənddir. Çünki hər iki tərəf ödənməlidir. Ha. Onda Neçədə bir həni qalacaq? tapa bilir. Bax, indi birincidə o heç biri ödəmir. Aha, ikinci, İkincidə S ödəyir, T ödəmir. bəli, O birisinin yenə birincidə T ödəmir, o da ödəmir. Amma bu Bəli. ödəyir. Bu bəli, hər ödəyir. ikisi ondan Hər ikisi böyük. ödəyir. Hə. Ödəmir, mənfi var, mənfilərə baxmayın. Mənfilər, hə, Burada ödəmir, bərabər olsaydı ödəyərdi, amma bərabər deyil. bərabər deyil, o da ödəmir. Bu Axırıncı da da ödəmir. Deməli, sadəcə bir dənə hə çap Bir olacaq. dənə ödəmir. Hə. Bəli, Çox sağ olun. Çox sağ olun müəllim, çox sağ olun. siz də sağ olun. Onda bugünlük burada yekunlaşdıraq. Dəqiq mən rekordu dayandırım.